Alış-verişə necə daha az pul xərcləmək olar? Mağazaya konkret məqsədlə gedin. Sadəcə baxım görüm nə var prinsipi ilə yox. Məsələn, ağ sviter tapmaq və ya bej rəngli pencək almaq üçün gedin. Alışın konkret məqsədi olanda təsadüfi bir şey götürmə ehtimalı xeyli azalır. Shoppingdən əvvəl həmişə siyahı tərtib edin. Hətta siyahıda cəmi 2-3 şey olsa belə. Siyahı insanı daha ayıq saxlayır və sadəcə həmin anda xoşunuza gələn, amma əslində lazım olmayan şeylərə diqqətinizi yayındırmır. Bir şey yalnız indirimdə olduğu üçün almayın. İndirim bir şeyi lazım olan etmir. Sadəcə lazımsız bir şey daha ucuz edir. Amma ucuz olması onun daha sərfəli olduğu demək deyil. Geyimə ayrıca yox, qarderobunuza necə uyğunlaşacağına baxın. Almazdan əvvəl özünüzdən soruşun. Bunu ən azı 3 dəfə nə ilə geyinə bilərəm? Əgər cavab yoxdursa, böyük ehtimal o geyim sadəcə qarderobunuzda asılı qalacaq və tozlanacaq. Pis əhval-ruhiyyədə shoppingə getməyin. Kədərli, darıxmış, narahat və ya yorğun olanda insan özünü alış-verişlə təsəlli etmək istəyir, amma bu təsəlli adətən evə gəlib çəki görəndə bitir. Öz zəif tərəflərinizi müəyyən edin. Kiminsə zəif nöqtəsi çantalardır, kiminsə ayaqqabılar, kimin isə sonsuz sayda pencəklər və ya aksesuarlar. Zəif tərəfinizi bildikdə özünüzü vaxtında dayandırmaq daha asan olur.